Bayrağına canım qurban, Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban, Azərbaycan. Torpağına canım qurban, Azərbaycan. Başın üstə məğrur məğrur dalğalanan, bayrağına canım qurban, Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban, Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan. Hörmətli şagirdlər və hörmətli müəllimlər. Bugün ilahir çərşənbə, ana torpağın oyandığı bir gündə bu tədbirə başlayırıq biz. Elə bir tədbirə ki, ana torpağın boyuna gedən şəhidi anırıq. Mən dəfələrlə demişik ki, bir şəhidi anmaq bütün Azərbaycan şəhidliyini anmaq deməkdir. Bu günləri biz antiterror əməliyyatında şəhid olmuş Babayev Sahil Sarbalıoğlu'nun timsalında bütün Azərbaycan şəhidliyini yad edirik. Və bir dəqiqəlik sükutla bütün Azərbaycan şəhidliyini yad edirik. Sağ olun və Azərbaycanın, ana vətənimizin nəğməsi olan hörmətli şagirdlər və müəllimlər və bu günləri biz və çox xahiş edirəm ki, yerləri olanlar əyləşsinlər və şəhidimiz deyirik. Novruz bayramında dünyaya göz açan 1992-ci ildə Mart ayında Novruz bayramında torpağın, yerin, göyün oyandığı bir gündə anadan olan Sahil Babayev, qüsursuz əskər və eyni zamanda 10 il qüsursuz hərbi xidmətdə yenidən xidmət edən Sahil Babayev. Sahil Babayev haqqında və ümumiyyətlə ərəb şəhidləri haqqında ürək dolusu danışmaq bizim borcumuzdur və danışa bilərik. Kitablar, dastanlar yazılsa belə şəhidlərin haqqında bəs etməz. Və biz əminik ki, illər, əsrlər keçəcək. Necə ki, biz Kitab-ı Dədə Qorqudu anıqdaş, necə ki, illər öncə şəhid olmuş və heç bir yerdə adı çəkilməmiş Sovet rejimi dövründə 95-ci ildə, 18-ci ildə şəhid olan şəhidlərimiz kimi onların da adı, bu 6 vətənpərvər oğlun adı da daimi vəçlərdə yaşayacaq və tarixə yazılmaz. Söz tükənər, amma bitməz və mən bu günləri sözü ilk olaraq heç kim inciməz elə bilirəm, böyülü, kiçikli şəhid ailələrinə verəcəm və sözü şəhidimizin atası, müəllimimiz, məktəbimizin direktoru Sarbala müəllimə veririk. Buyurun Sarbala müəllim.
şəhid ailələri, hörmətli qonaqlar, hörmətli şagirdlər. Bugün biz elə bir tədbirə yığışmışıq ki, bu artıq bizim məktəbimizdə əslində baxanda bir ənənə formasını almışdır ki, mənim oğlumun şəhidinə qədər də ənənə formasını almışdı. Artıq bu mənim də övladım şəhid oldu. Biz borcumuz bu şəhidlərin hər birini, onlar hamısı, bütün şəhidlər bizim övladımızdır. Bütün şəhidlər bizim üçün əzizdir. Sənbər müəllim dediyi kimi illər keçəcək, dövran keçəcək. Ancaq biz onları heç vaxt unutmayacaq. Unutmağa haqqımız da yoxdur. Sahil çox gözəl bir gündə anadan olmuşdu. Onda mən özüm hələ burada yoxdum, Rusiyada təhsil alırdım. 21 Mart günündə. 21 Mart günündə artıq bizim üçün gözəl bir gün olmuşdu. Ona görə gün olmuşdur ki, bizim xeyir işlərimizin hamısı 21-də təsadüf elədir. İnanın ki, belə olmuşdu. Yəni, bu qəsdən olmuş bir şey deyildi. 21 Martda Sahil anadan olmuşdu. 21 iyulda böyüklərdən üzr istəyirəm, mənim övladlarımın toyları da 21-nə təsadüf edilmişdi. Bu bir təsadüf idi. Və Sahil öz toyda 21 iyulda təsadüf eləmişdi. 21 iyul düşmədi, o vaxtda məhərrəmlik dövrü idi müsəlmanlar. Biz onu 21 avqustda keçirdik. 21-i bizim üçün çox doğrudan da bir qeyri-adi bir gün hesab olunur. Amma özümüz də bilmədən bir 21-də bizim üçün ağır olacaq. Şərəfli olsa belə bizim üçün ağır olacaq. Sahilin də şəhadətlik dövrü 21-nə düşdü. Qisməti beləymiş, belə gətirmişmiş. 2020 müharibəsindən sonrasına mən bir neçə dəfə ona təşkil elədim ki, bəlkə uzaqlaşasan hərbi sistemindən. Onun xidmət elədiyi hərbi hissədə 5-6 şəhid olmuş daxili qoşunlarda. Hətta onun bir bilası var da bir şəhid dostu var idi. Həmişə Gəncədən gələndə həmişə ora deyilib onu ziyarət edir. Ben özüm de gitmiştim. Dedi atam ben bu doğrudan bəzən pafosla ama doğrudan belə olmuşdu ki ben onu dedim ta sırf birdən uşaqsan da onlar məndən artıq deyirlər ki ne kadar talihim var ben bu yoldan gedəcəm. Qisməti də belə oldu. Demək 87-88-ci illərdə erməni faşizmi bizim torpağımızın mübarizəsinə qalxanda artıq sahilin əmiləri bu mübarizəyə qoşuldu. Hafiz əmsi, Bilal əmsi, ondan sonrasında Fariz elə onun əmi formasındaydı, Müqəddəs və Əmir Tahir qoşuldu onlara. Onda onlar balaca uşaq idi. Əmləri torpağımızın azadlığı üçün mübarizə apardılar. Ancaq o mübarizədə, o vaxt Sovetlər dönəmində hələ biz çox zəif idik, çox zəif idik. Bu mübarizədə biz qərar gələ bilmədik. Biz özdə 30 il gözlədik bunu, 30 il gözlədik. 2021-20'nin artıq sentyabr ayında bu iki şəhid atalarının balaları bu mübarizədə. Balaları çıxdı, 30 il bizim torpağımızın işğalında qalan torpaqları bizim Zəngəvar oğlanlarımız azad dövrümüz tutardı. Sən demə, bizim hələ şəhidliyimiz daldıymış. 2023-cü 21 sentyabrda isə artıq sahil yolu davam Xankəndinə, Qozalımıza, Ağdərəmizə, Bayrağı bu icillərin başladığı yolu sahil yoluna götürdü. Bu kəndimiz ahali sayına görə az olsa da bilməyənlər bəlkə də var sədində, çox böyük şəhərlər verirdi, 6 şəhər verirdi. Bizim kəndimiz çox böyükdür. Hətta öyle deyirlər ki, Respublikamızda yox, rayonumuzda ən çox şəhər ahali sayına görə verən bizim kəndimizdir. Bu 6 Zəngavərlərdir. Ağır da olsa bizə 21 sentyabr olmasın, hər hansı bunları biz bana günü kesildirir. Bizim üçün çox ağır olsa da bu şəhid ailələri üçün, mənim üçün daha doğrusu tək oğlu itirmək çətindir. Fərqi yoxdur evladım, bir-iki olmaq, ancaq valideyn üçün çox çətindir, mənim üçün çox çətindir. Elə bir məsləhət bugün mən bilib ki, mən gərək onların ondan yadigar qalan uşaqları elə böyütməliyəm ki, sahilə layiq olsun, sahilə layiq olsun. Ağır da olsa biz bunun ötəsindən gəlir ki, inşallah Allah ömür versə gələcəyik. O uşaqlar da sizin borcunuzdur, mənəvi borcunuzdur. Burada da rəhbərçilər dayanıblar. İnanın ki, hər birinizə deyirəm. Bizə şəhid valideynləri, bizə maddiyyət çox mühüm kəsblər. Sizin kimi canlıların gəlib burada bizə mənəvi dair olmamız, bizə istəyir. O bizim borcunlar üçündür. İstəyər hafiz kişi,
üçündə bizim bu mənəvi dayağı görəndə olsa da biz olan olur. Biz evladımızı vermişik. Bu vətən üçün, verirsin. Bu belədir ki, sosial şəbəkələrdə mən özüm Rusiya təhsil aldığıma görə çox biz əlavə edirlər. Sonunda mən bilməzdim ki, mənim oğlumla papamın başına qoyacaq. Həmişə bizə deyirlər ki, hanı bəs sizin ordu, hanı bəs sizin mənəviyyatı, hanı bəs sizin qüruru. O qüruru bizə bu şəhərlərimiz qaytarır. Allah rəhmət eləsin. Bu bizim firavan yaşamlarımızı o şəhərlər bizə qaytarır. Onların heç birimizi unutmağa haqqımız yoxdur. Mən elə bilirəm ki, nə qədər dövlətimiz var, nə qədər milliyyətçiliyimiz var, nə qədər türkçülüyümüz var. Biz bunları unutmayacağıq və borcumuz da yoxdur. Və biz buna ömrü boyu borçluyuq. Bu şəhərlər bizim üçün qürur mənbəyidir. Bizim hər birimiz uşaqlar, sizdən bir xahişim var. Gəlin eləyən ki, o uşaqlar bu məktəbdən çıxıblar. Bu məktəb də Müqəddəs Hacıevin adını daşıyır. Birini Qarabağ müharibəsinin şəhididir. Biz gərək elə oxumalıyıq. Elə bir tədbirdə, elə bir tərbiyə almalıyıq ki, bu onların ruhu şad olsun. Bu məktəb şəhidin adını daşıyır. Bu şəhidlərin hər birisi bizim üçün əziz uşaqlar. Mən söz verirəm, pedagog şəhidin adına. Biz bunları elə böyüdəcəyik ki, vətənpərvər kimi. Vaxt var idi, deyirlər ki, nə deyə bu uşaqlar gedib bizim Qarabağ alacaqlar? Amma bu igidlər, bu zəncavərlər Qarabağımızı alırlar, gətirirlər. Bu uşaqlar bizim tərbiyə, özümüz də bilmədən elə bir uşaq bizi böyütdük ki, əziz müəllimlər, əziz valideynlər, şahidlərlər, elə biz uşaqlar böyütdük ki, heç bizim ağlımıza gəlməzdi ki, bizim belə zəncavər, belə qəhrəman uşaqlarımız var. Bizim azadlığımız üçün, torpaqların bütövlüyü üçün canlarından verirlər. Canımızı aparırlar. Şəhid valideynlər daha çətindir. Mən indi bəlkə də əvvəllər bunu başa düşməzdim. Mən hafiz kişi ilə filan kişi vəziyyətini daha çox aydın bilirəm. Daha çox onları anlayıram. Allah heç bir valideynə bu bəlanı göstərməsin, bu dərdi göstərməsin. İndi mən bu valideynlərə baxıram, artıq onların dərdi mənim üçün 2 qat dərdi olur. 2 qat dərdi olur. Çünki mənim oğlum onların çətindir. Biz məcburuq başımızı dik tutaq, övladlarımız çətin də olsa şəhid olub anılacaqlar. Vaxt var idi, hafiz kişi, Bilal kişi deyirlər, bu hafizin Bilal'ın oğlu. İndi deyirlər ki, bu Cəncavər Cəbrayilin atasıdır. Bu Cəncavər Masumun atasıdır. Bu uşaqlar getdilər, Qarabağda aldılar, tarihləri belə oldu, qayıtmadılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizdən razı olsun, gəldiyinizə görə, hörmət müəllim, bu tədbiri, yəni mən üzr istəyirəm, tək mənim övladımdır. Bu tədbir, afədi məndə, bütün hamı üçün keçərdir. Bu bizim borcumuzdur, bu bizim mənadımızdır. Çox sağ olun, gəldiyinizə görə, bütün kənd cəmaatından da Allah şəhidlərimizə rəhmət eləsin. Sən olub üstümüzə qaydan oğullar. Nənələr deyərdi, küçələr dolusu, elmi kürək oğullarımız idilər. Və mən bu günləri bu məclisdə iştirak edən, bu tədbirdə iştirak edən, yeganə oğlunu itirən Cəbrayil atası Bilal bəy çıxış üçün dəvət edirəm. Buyurun Bilal bəy. Tüm tərbiyyə iştirakçıları, o günlərdə yanlarımızda, mənim konuşlar. Mən danışa bilməyəcəm. Çətin. Amma siz cavanlar, siz yeniyetmələr həmişə fikirləşməlisiniz ki, sizi qarşıda çox şeylər gözləyə bilər. Necə bizim uşaqlarımız da sizin kimi körpə vaxtda fikirləşmirdilər ki, belə bir şey olar. Amma oldu. Amma oldu. Hamımızdan da şahid oldu. Bəli, bizim gücümüz çatmadığı halda, bizim öhdəsindən gələ bilmədiyimiz ərazilərimizi işğal elədikləri halda, amma bizdən sonra gələn bu övladlar, bu balalar onları bizə qaytardı və bizim qürurumuzu qaytardı. O görürlər bizim mənliyimizi, bizim gələcəyimizi, bizim həyatımızı bizə qaytardı. Düzdür, çətin də olsa biz dözürük.
bizim bəzən deyirlər ki, bunlar artdılar, böyüdülər, bilmemler yok. Ama siz düşünün, fikirləşin ki, biz artmamışıq, əksine biz əskilmişik. Çünkü ben bir yere qulluğa bir uşaq göndərməyə tapdım. Hamısına özüm həlim olum. Cenab-ı Allah şəhidlər rəhmət eləsin. Allah rəhmət eləsin. Onların Çox gözəl. onsuz da uca məqamdadılar. Düz deyirlər, şəhidlər ölmüyor. Və ölməyibsə hanım? Hanı kız? Bu günləri sahib balamızın Ola müəllim bir vurğuladı. 21'ler. Bizde de 19'u ad günüdür. 29'u gittiği gündü, 9'u da şehit oldu. Bu da bir gayri bir şeydi. Hamısı gelir üst-üste düşür. O 9'lar mən üçün fəxir də olsa çətindir, ağır. Niyə məhz 9'lar? Üzrü səhv edeyim məni, bağışlayın. Gənə bir daha hamazı bayram münasibətinə təbrik edirəm. Allah sizə yeni açıqlığı versin. Can sağlığı versin, hörmətli izləyənlər, siz də sağ olun ki, bu tədbirə iştirak edirsiniz, gəlibsiniz. Yəni, mən üzr səbəbimdir, danışmaq mən üçün çətindir. Bir daha sağ olun. Allah can sağlığı versin, bəli, o uşaqlar sənə əmin. Onların ölkəsində sizin gəlməyiniz, qarşısında dayanmaq. Sağ olun. Bilal bəy, mən sizə Allahdan səbr diləyirəm və biz şəhid ailəsinin üzvü olaraq sizi mağlar. Və biz o sözü dilimizə gətirəndə ürəyimizə o müqəddəs sözdür. O sözün adı müqəddəsdir. O bizim şəhidimizin adı, kəndimizin ilk şəhidinin adı müqəddəsdir. Və mən bu günləri onların müqəddəs yolların, müqəddəsin başladığı müqəddəs yola mübarək deyirəm və sizə Allahdan səbr diləyirəm. Və çıxış üçün 72 gün bir ata var burada, övladın dağlarda, daşlarda axtaran. 72 gün masum deyib Qarabağ çöllərində fəryad eləyən, oğlunun nəşinin tapılmaq üçün qurbanlar kəsən bir ata var burada. Hafiz bəy. Və mən sözü ona verirəm. Buyurun Hafiz bəy. Bizim ən gözəl bayramlarımızdan biri şəhidlərimizi anmaq günümüzdür. Bu günləri qabaqdan bizim Novruz bayramımız gəlir, Fitir bayramımız gəlir, hamımızı təbrik edirəm. Bu günləri mənim Sərbala qardaşım, Balaoğlan qardaşım hər bir şeyə danışdı. Mən nə deyim bu günləri? Amma onu bilin ki, şəhidlik gözəl bir nemətdir. Amma deyirlər ki, şəhid atasıdır. Amma yox, mən şəxsən o qədər sağlam idim ki, masum məni əritdi, masum mən daxilən əriyirəm. Çünki 72 gündə mən çəkdim, heç bir adama arzulamaram. Allah şəhidlərimizin şəhadəti mübarək eləsin. Allah bizə səbir və dözüm versin. Amma mənim bu gələcək nəsildən xahişim bir dənə budur. Xahiş edirəm, artıq dərəcədə şəhidləri heç vaxt unutmayın. Dövlətimiz Allaha çox şükür ki, güclənir, bundan da güclü olacaq. Torpaqlarımızı murdarlardan təmizləyəcəyik. Hamınız azad yaşayacaqsınız. Amma bilin ki, nə qədər topumuz, tühəngimiz olsa,
Onu tutan əskər lazımdır. O qarşısına tutub, onu irəliləyən, onu mövqeyə çatdıran əskər lazımdır. Bu günləri birinci şəhidimiz 92-də, 93-də, 94-də var idi. Allah şəhidlərimizin şəhadətini mübarək eləsin. Amma birinci şəhidimiz Qasımov Cəbrayil gələndə mən Azərin tükanın önündə oturdum, çöktüm yerə. Mən dərk elədim ki, Masim salamat gəlsə, mənim umudum yox idi Masimin salamat gəlməyinə. Çünki mən Zeynəb Cəbrayil gələndə duydum işimi. Duydum işimi ki, Masimdə salamat gəlsə şükür. Amma Masimin bir ay gözəl səsləri gəldi. Bir aydan sonra bir günüm Bətnaməsinə getdi. Həmən bu döyüşə getməyə Masimin şəhid olmadı. Amma mən yenə deyirəm, göydə bir olan Allah da bilir ki, mən Masimi şəhid olmuşdu, amma deyirdim ki, tapım onu gətirib dəfn edeyim. Bu ata üçün böyük bir dərddir. Böyük bir dərddir. Nurlan müəllim, mən Masimimlə bir yerdə olub. Ön cəhbədən Masimimlə bir yerdə olublar Nurlan müəllim. Bir yerdə olublar. Allah şəhidlərimizin şəhadətini mübarək eləsin. Allah bizə səbir versin. Gələcək nəsil belə gözəl ucu olsun. Gözəl şəhidimizin adında oxuyan uşaqlar, hamınız gözəl yerlərə, institutlara girəsiniz. Adlarınız uzadan gələr. Biz çox yaşamarıq. Amma yaşadığımız vaxtlarda sizə dəstək durarıq. Allah canınızı sağ eləsin. Allah sizə də ömür versin ki, bu günləri, bu tədbirlərdə iştirak edirsiniz. Unutmayın şəhidlərimizi. Biz gələ deyirəm, heç bir qayğı istəmirik dövlətdən, nə xalqdan. Bizə bax, bu iğnənin ucu qədər olan qayğı var ha. Bu biz üçün dünyanı verir. Bizim balalarımızın gör tədbirinə hamı nə qədərdir. Biz heç nə istəmirik. Biz gözləyirik ki, sabah ölərik, bir gün ölərik və şəhidlərimizin yanına tez gedərik. Amma belə qayğılar bir üçün böyükdür. Allah canınızı sağ eləsin, Allah sizə ömür versin, Allah şəhidlərimizin şəhadətini mübarək eləsin, Allah sahil balamızın da balaların uca yerlərdən səsin gəlsin, uca yerlərdən. Onun adını ucatsın. Qələm yazar, əlim gəlməz. O ölüm üçün, şəhidlik üçün hər zaman ölüm gəlməz. Ölməz şəhidlərimizə yetişsin. Bu günləri o şəhidləri böyüdən, o şəhidləri igid kimi yetişdirən analar var burada. Şəhid olanın yeni adları var. Şəhid anaları, şəhid yüyüləri, şəhid bacıları. Aminə xanımı, Günlar xanımı, Subra xanımı söz demək üçün dəvət edirəm. Buyurun xanımlar. Yerlərindən təsəvvür Azir, ocağına hoş geldiniz. Gelen qonaqlar, uşaqlar, şagirdlər. 92-ci ildə üzərində Müqayət şəhərində Palçıqlıqda oxuyur. Ozan hadisəsindən sonra dözə bilməyib, birinci kursunu tutarmışdı. İkinci kursda 15 gün. Geldi kendi kardeşlerine de dedi, değil mi kardeşlerime, ben erze verip özüm gelirim, dözebildim. Hemen iller Bilal da orada müharibedeydi. 7 ay kaldı müharibede, dövüşte oldu. Birinci şehit müqəddəs oldu. İkinci Tahir Tahir. Üçüncü Fariz oldu. Dördüncü Cəbrayil oldu, ocağım söndü. Sonra Məsum gəldi. Sonuncu yaramızı təzələyen Sahir gəldi. Valideynlərine başsağlığı verirəm. Bütün Azərbaycana başsağlığı. Valideynsiz uşaq saxlamaq çox sərtdir, üzülümdür, Sərbala müəllimdir. Biz iki bacı həyatımızı kardeş balasına kurban verdik. Kardeşlerine etibar edemez. Gözümüzü sakladık, büyüttük.
Xəyal müəllim o dərdə bəlaya düçar olan oldu. Qardaşının gəlişini. Gözlərimi mən qələmə yazıram bu yaşımda. Şəhid Sahil ad gününə gəlmişim. Gözlərim yaşla dolu. Şad gününə, ad gününə gəlmişim. Ruhuna salam verir. Ad gününə gəlmişik. Bayramın qara gəlir. Ad gününə gəlmişik. Yer ağlayır, göy ağlayır. Göydən uçan quşlar belə şəhidlərə yas saçlar. Şəhidlərə yas saçlar. Şəhid Sahilin anası balası üçün hey ağlayır. Şəhidinin balaları bağrına basıb ağlayır. Yer ağlayır, göy ağlayır. Şəhidin yarı ağlayır. Şəhidlərin yarasını göydə mələklər bağlayır. Bibilərim məyus olur, bacıların gül tək solur. Atan Sahil sənsiz olur, həyatı da talan. Yer ağlayır, göy ağlayır, şəhidlərin qanın gölü. Ahar sular da ağlayır, şəhid Sahilin dərdinə, şəhidlər ruhu ağlayır. Müqəddəsin bibisiyəm, mən də bir gün gedəsiyəm. Yaddan çıxarsalar məni, şəhidimin bibisiyəm. O dünyada görəsiyəm, dərd qəmimi deyəsiyəm. Qardaşımdan əmanətdir, məni nədən qoyub getdi. Anan Sahil qan ağlayır, başına qara bağlayır. Göydən uçan quşlar bugün şəhidlərə yas saxlar. Vətənimin şəhidləri, Azərbaycan sizinlədir, səbir daşı bizimlədir. Adlarınız qəlbimdədir, adlarınız qəlbimdədir. Bütün şəhid atalarına başlarını verin, gələn qonaqlara çox sağ olun. Allah hamımıza səbir versin. Allah razı olsun. Bütün şəhidi sevənlərə, şəhidə dəyər verib bura gələnlərin hamısına təşəkkürümü bildirirəm. Sahil mənim bayramda verirəm, bayram payımdır. Aynı 21 anadan olmuş. Onun aynı 21 ad günüsüydü. Onun bayramını, ad günüsünü özüm təbrik edirəm. Amma ona söz verirəm ki, anacanım, bir daha mən bayramımızı görməyəcəm, bayram eləməyəcəm. Mənim oğlum qəhrəmandır, mənim oğlum şəhiddir. Allah bütün şəhidləri rəhmət eləsin, məqamları ucadan uca olsun. Şəhid Allahın bir adıdır. Allah onu istədi, öz dərgahına apardı. O da bizi Allah'a, valideynlərin Allah'a sevdirdi. Şəhidlər torpaqları aldılar. 30 il işğalda olan bütün torpaqları aldılar. Amma özləri torpağın üstündə gəzə bilmədilər. Allah şəhidlərimizin məqamını ucadan uca eləsin. Allah şəhidlərimizi rəhmət eləsin. Allah rahmet eylesin. Allah sabır versin. Sizin dərdiniz həmişə şadsın. Və bu günləri biz dövlətimizə, bayrağımıza hörmət qoyan bütün Azərbaycan xalqına biz təşəkkürümüzü bildiririk və rayon icra nümayəndəliyindən burada qonaqlarımız var və bütün qonaqlara təşəkkür edərək özü də müharibə deyəndə biz ancaq sözdə dedik, televizorda dedik, videolara baxdıq. Bir də var bu müharibənin içindən çıxıb gələn
o müharibənin dəhşətini görən, o müharibədə bir damcı su tapa bilməyən və bir damcı həsrət olaraq şəhid olan şəhidlərimizin şahidi Nurlan Muradov burada iştirak edir. Nurlan bəy, xahiş edirəm, buyurun. Dəyərli şəhid anları, dəyərli şəhid ataları və əziz məktəblər, hər birinizi xoş gördük. Mən şəhid atalarından sonra söz demək mənə çətin olsa da, ən azından mən şəhidlərin bir şahidi olaraq burada çıxış eləmək özümə xoş bilirəm. Bu çətindir həqiqətində. Şəhid atalarından sonra söz demək çox çətindir mənə. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Mən birinci, belə deyək də, Xırmanlılı kəndində ən aktiv olan bir inzibati ərazi dairəsi kimi mən bilirəm. Çünki mən hesabatlarımda Masallı rayonunda səfərbərliklə və müharibə veteranı ən çox olan bir ərazi olaraq Xırmanlığı ərazisini bilirəm. Çünki 180-dən artıq veteran var bu ərazidə. Və bu ərazinin bir kəndə Ərəb kəndidir. Ərəb kəndində 6 dənə şəhidimiz var. 6 şəhidimiz. İkisi birinci Qarabağ müharibəsi, ikisi Vətən müharibəsi və son nöqtəni isə Sahil qoydu və Sahil antiterror əməliyyatlarında iştirak edərək Azərbaycanın bütöv bir Azərbaycan, yəni bütün torpaqlarımızı azad edəcək. Bu işdə bizim də bir xırda da bir olsa, bir payımız varsa nə xoşlanır. Mən Masimi sağ olanda tanımamışam. Düzdür, bir hərbi hissədə döyüşmüşük, ayrı-ayrı bölümlərdə olsaq belə. Və şəhid olduqdan sonra mən siyahıya baxdım və gördüm ki, bizim Masallı rayonunda mənimlə bir yerdə döyüşdə olan 5 şəhidimiz var. Və mən hər birinin atalarına yaxınlaşdım, dedim ki, bəs sizin oğlunuz mənlə olub. Hətta bizdə mətləbənim var, Sənanın atası. Biz Qubadlıdaydıq, onlar axtarırlar uşaqların, təbii ki, əmri də düşmüşdü o izə. Qubadlıda bizdə Mahamudlu kəndinə yaxınlaşdılar, bəs biz maşınla, mülki qırmızı maşındır, bəlkə də siz də həmin qırmızı bir Ford idi. Yaxınlaşdılar mənə və dedilər ki, biz Sənanın ailəsi səhvlənirsə elə dedilər. Dedim ki, Sənan axtarım, mən Sənana dedim ki, Sənan bəs şəhid olub. Necə? Dedim ki, 30 oktyabrda, 29-30 oktyabrda tapşırığa getdilər, plan yüksəldə şəhid oldular. Həmin yüksəllik həm düşmən tərəfində idi, həm də ki, biz tərəfdən mühasirədə idi. Orada bizim çoxlu şəhidlərimiz oldu, 29-30 nəfər şəhidimiz oldu və həmin yüksəllik uğrunda bizim Sənan, Masim, və digər üst şəhidimiz də vardı, həmin döyüşlərdə şəhid oldu. Eyni zamanda bizim tabur komandimiz Astara rayonundandır. Nail oldu, həmin yüksəldə şəhid oldu. Eyni zamanda Masimin yanında, Masim gələn yüksəldə şəhid oldular. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Allah bizə səbir versin. Belə deyim də, biz hər zaman birinci Qarabağ müharibəsindən sonra dünyaya gəlmiş vətəndaş, yəni şəxs olaraq biz hər zaman məktəblərdə bizim kitabımızda gündəliyimizin arxasında qan yaddaşı gələn bir yaddaş var idi. Cəbrayılın, Qubadlının, Şuşanın işğal olduğu tarixlərdə və 2020-ci ildə, 2020-dən sonra da antiterror döyüşlərindən sonra artıq bizim kitablarımızın arxasında zəfər tarixi deyilən bir tarix yazılır. Orada Cəbrayılın, Qubadlının, Şuşanın, Xankəndinin, Xocalının azad olma tarixləri qeyd olunur. Və bu məktəblər də sevinməlidir ki, o tarixi indi qan yaddaşını oxumurlar və zəfər tarixini öyrənirlər. Eyni zamanda bizdə son zamanlar zəfər tarixi edilən bir tarix var. 2020-ci ildən sonra dərc olunur və 2020-ci ildə orada göstərilən bütün qəhrəmanlıqlar qeyd olunur. Bu bizə bir xoşdur, həqiqətən də mənə bir xoşdur. Bu dəyişən hər bir ziyalı şəxsə xoşdur ki, biz öyrəndiyimiz qan yaddaşı indi bizdən sonraki gənclər zəfər tarixi kimi öyrənir. Zəfər tariximizdə də bizim bütün rayonlarımızın işğal olduğu tarixlər qeyd olunur. Orada verdiyimiz şəhidlər, həmin yüksəkdə harada kimlər şəhid olub, həmin onlar qeyd olunur. Allah bütün şəhid anlarına səbir versin, şəhid atalarına səbir versin. Çətindir. Həqiqətən çətindir. Düzdür, mən başa düşmürdüm, o çətinliyi bilmirdim. Çünki mən müharibə gələndə övladım yox idi. Atamı başa düşmürdüm, həm də tək oğlanam mən. Yəni, qardaşım yoxdur, bacılarım var. Gedəndən sonra mən heç vaxtı atamın nə çəkdiyini bilmirdim. Gələndən sonra da başa düşmürdüm. Mənə adi gəlirdi, həqiqətən də adi gəlirdi. Çünki bilmirdim. Və Allah böyüklərdən üzr istəyirəm, oğlum olandan sonra indi mən başa düşürəm ki, şəhid ataları və mənim atam nələr çəkib o döyüşdə, yəni mən döyüşdə olanda. Allah səbir versin, bütün şəhid atalarına, şəhid anlarına səbir versin və uşaqları da məktəblərə tövsiyəm odur ki, bu məktəbi ocaq kimi tanısınlar. Yəni, bura həqiqətən də ocaqdır. Həm şəhid adını daşıyır,
həm də ki, burada 6 şəhid çıxıb bu məktəbi məzunları, bu məktəbi yetirmələrdir. Eyni zamanda buradan çoxlu müharibə iştirakçıları, müharibə qaziləri çıxıb bu məktəbdən təhsil alıblar. Onlardan nələrsə öyrənə bilərlər. Çünki heç kimə bundan sonra müharibə arzulamır. Çünki müharibə itki deməkdir. Qələbə də qazansaq, məğlub da olsaq itkidir. Allah heç kimə itki, yəni müharibə olub yaşatmasın və bundan sonraki gənclər, bundan sonrakılar hər zaman sülh dövründə yaşasınlar və müharibə olduğu göstərməsin bundan sonra bizim xalqımızda və məktəblər də bunu görməsinlər. Bizdən sonraki gənclər, burada olan gənclərimiz var, əskərə gedirlər haçansa, onlara onu arzu eləmirəm. Çünki müharibə arzu olunması bir şey deyil. Heç kimi arzu eləmirəm müharibəni və bundan sonraki gələcək də, gənclərimiz də heç bir zaman yəni o odla sınamasınlar. Allah bütün şəhidlərimizə rəhmət etsin, həmçinin Allah səbir versin. Allah şəhid analarımıza can sağlığı versin, şəhid atalarımıza can sağlığı versin və biz də bunu görək. Çox sağ olun, minnətdar olun. Valideynlərin nə çəkdiyini, atəşkəsə qədər, yəni müharibənin bitdiyi günə qədər 2 nəfərin biz də başa düşürlər. Onlar öz dostlarımız verdi. O şahidlər ki, bir qurtun suyu 5 nəfər, 10 nəfər ağzımızda və döyüş altında. O şahidlərə Allah qorusun, o qazilərə Allah can sağlığı versin. O qazilərə faydalara kömək olsun. Və bu günləri bizim məktəbdə müəyyən dövrdə rəhbərlik edən Hörmət müəllim iştirak edir, sözünü var. Bazılar, qardaşlar, əziz şagirdlərimiz, əziz müəllimlərimiz, bu günləri çox gözəl, müqəddəs bir amal sonra yürüşmüşük. Mən deyərəm ki, biz bura ziyarətə gəlmişik. Bu gün bura gələn adamlar bir ziyarət savabını qazanırlar. İlk növbədə qarşımda əyləşmiş bu bacılar, şəhid anaları, şəhid bacıları, şəhid yoldaşım, sizin eyni zamanda şəhid anaları, sizin qarşınızda baş əyləşir. Bir Azərbaycan vətəndaşı, bir Azərbaycan ziyalısı, bir Azərbaycan dövlət qulluqçusu kimi sizin qarşınızda baş əyirəm və bizim Masallı rayon üzrə təhsil sektorunun bütün əməkdaşların adından, eyni zamanda sektorumuzun bir erməmələrin adından, burada oturan adamların hamısı salamlayıram, bizim Göysək balamız Allah rəhmət eləsin deyirəm. Ərəb kəndi mən üçün doğrudan doğma kəndi. Ona görə ki, mən təhsil sektorunda elə işləyə bir il bu məktəbin direktoru vəzifəsini icra eləmişəm. Bu kəndin çörəyin yemişəm, bu kəndin havasını unutmuşam, bu kəndin suyunu içmişəm, bu kənddə hörmət görmüşəm özümə, bu kəndin doğrudan da mən tərif üçün demirəm, bu kəndin adamları çox ədəbli, ədkanlı adamlardılar. Yolda zəhmətkeş adamdılar və deyirik ki, balaca bir kənddir Ərəb, amma 6 şəhidi var. Bu heç də təəccüblü deyil. Bəli, belə kəndlər elə belə qəhrəman oğlanlar çıxmalıdır. Mən birinci Qarabağ müharibəsi zamanında müəllim işləyirdim. O vaxtı bizim Böyük Xocavar kəndində də 6 şəhid var. O uşaqlar ki, şəhid oldular. Siz inanın ki, onlar hamısı seçilmiş uşaqlardır. Belə hansı haqqında danışırsan, kimdən, deyək, siz bilirsiniz ki, biz dövləti qulluğumuzla bağlı belə tədbirlərdə, ayrı-ayrı kəndlərdə olurlar. Hansı kətdə gelirsən, hansı şəhid haqqında danışırsan, hamı ufuldur. Əşk, ondan yaxşı uşaq kətdə yox edir. Əsr, həqiqətdə də belədir. Allaha qurban olub, elə öz yanına aparanda da seçir, bilir, kimi aparır, neysə, onlar elə bizim o müqəddəs kitabımızda deyirlər, şəhid Allahın seçimidir. Yəni, biz bütün valideynlərin ağrısın, acısın gözəl başa düşürük. İtki itkidir. Heç bir söz o itkini əvəz eləyə bilməz. Amma bir məsələ var. Bir məsələ var ki, biz onsuz da hamımız ölüb gedəcək. Bu həyatda indiyə qədər neçə milyard insan gəlib gedir. Heç kəs bu dünyanı tutub aparmayıb. Amma hamı 50-60 ildən sonra umudunu çıxıb gedəcək. Heç 100 il bundan qabaq o bizim məzarlıqlarda dəfn olunmuş adamları kim tanıyır? Heç zaman nəsil, orta nəsil tanımır.
Amma şəhidlərin adı həmişə qalacaq. Bayaqları şəhid ataları çox gözəl vururlar, çox gözəl dedilər ki, bəli, bu kövrək, həssas qəbildən olan insanlara nə lazımdır? Sadəcə bir diqqət. Sadəcə bir diqqət. Amma mən bir şey istədiyim. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayıb. Düzdür? Təqribən 100 ilə yaxın müddətdir də. O, indiyə qədər bizim o Böyük Vətən müharibəsinə gedən o babalarımızı, atalarımızı unuduruq biz. Həmişə adları çəkilir, həmişə deyilir. Onda hələ bizim ölkəmiz böyük bir ölkəydi, 15 respublikadan ibarət. İndi bizim uşaqlar isə sırf Azərbaycan torpağı üçün şəhid olurlar. Bunlar heç vaxt unudula bilməz, bu mümkün deyil. Bu Allahın qanunudur, bu Allahın yazısıdır. Onu sizə səbir diləyirəm. Mən üzümü tuturam, bax burada bu məktəbin müəllimlərinə həmişə demişəm, yenə də deyirəm, bu məktəb elə mənim kurasiyamdadır, bu məktəbin inspektorum mənəm. Bu məktəbdə müəllimlərin, ümumiyyətlə heç bir məktəbdə, əslində heç bir məktəbdə, ümumiyyətlə xüsusən bu məktəbdə müəllimlərin nəinki pis, heç orta səviyyədə dərs deməyə ixtiyarları yoxdur. Bu məktəbdə müəllimlər ən yüksək səviyyədə dərs deməlidirlər. Çünki 6 igid oğul, bax bu məktəbdən çıxıb, onların da birinin adı bu məktəb, müqəddəsin adını daşıyır bu məktəb. Bu uşaqlara deyirəm, sizin pis oxumağa ixtiyarınız yoxdur. Sizin pis şagird olmağa ihtiyacınız yoxdur. Siz bax, belə qarşınızda örnəklər var, sizin qarşınızda bax, belə bir insanlar var. Bizim çox belə əsas dəyər ondadır ki, bizim uşaqlar heç nədən dünyadan köçməyiblər. Bizim o vaxt xatırladım, Böyük Vətən müharibəsini dedim. Getdilər, Berlində həlak oldular, Macaristanda həlak oldular, Polşada həlak oldular, heç çoxunun da qəbri bilinmir. Amma bizim isə bu balalarımız Azərbaycanın torpağının bütövlüyü, Azərbaycan xalqının xoşbəxtliyi və müəllim dedi, Azərbaycan xalqının qüruru uğrunda həlak oldular və bizə bu xoş günləri qaytardılar. Allah onları rəhmət eləsin. Onlar bizim başımızın tacıdır. Onların adı gələndə hər bir adam öz daxilində bir titrəyiş hiss eləməlidir. O əsl Azərbaycan qanı daşıyan adam bunu mütləq hiss eləməlidir. Bunun başqa yolu yoxdur. Onlar ona görə şəhid oldular ki, bax indi bayaq qurğulandı. Bizim indi gözəl bayramlarımız gəlir. Novruz bayramımız gəlir. İndi inşallah müqəddəs Ramazan bayramımız gəlir. Ona görə onlar şəhid oldular ki, biz o bayramları rahat evimizdə keçirə bilək. Xalqımızın adət-ənənəsinə, mentalitetinə uyğun olaraq keçirə bilək. Fürsətdən istifadə edib, xeyirlə şər qardaşdır. Əziz şəhid ataları, anaları, yəni bu ağrızda olsa biz bu bayramları keçirməliyik. Təbiidir, bütün burada iştirak edənlərin, xalqımızın, hamısının qarşıdan gələn Novruz bayramı, müqəddəs Ramazan bayramı təbrik edirəm. Allah Teala bir də bu torpaqlara qan qada gətirməsin. Bizim uşaqlarımız, bax indi o bir missiya var idi, qurban şəhid vermək, evlad qurban vermək, o missiya qutardı. Bizə indi nə lazımdır? Bizə igid oğlanlar lazımdır ki, alınmış torpaqları tiksin, orada dirsətsin, yaşayış olsun. Görürsünüz, 30 ildə ermənilər bizim o torpağınıza dağıttılar, daş üstə qoymadılar. Görün indi 3-4 il ərzində orada bir ölkə tikilir, bir ölkə, inanın. Orada elə işlər gedir ki, mən deyərəm bəlkə də heç bir ölkə onu elə bilməzdir. Amma Azərbaycan elə, Allah dövlətimizi, xalqımızı, dövlət başçımızı, cənab prezidenti var eləsin. Xalqımız həmişə belə bir olsun. Ona görə də biz bundan fəxr edirik ki, bizim uşaqlarımız böyüyəcək. İndi orada Qarabağ Universiteti açılır. Elə bir universitetdir ki, Avropada heç belə bir universitet yoxdur. Uşaqlarımız geçsin orada oxusunlar. Elə orada da qalıb işləsinlər. Qoy, neybi yoxdur, randı istəsinlər. Mən sözümü çox uzatmaq istəmirəm. Nə qədər danışmaqla qutaran deyil. Bayaqları 2 dənə, mən riyaziyyat müəllimi olduğu üçün bir şeyi tutdum. Burada söhbət 21 və 9 söhbəti, 21 rəqəmi ədədi və 9 rəqəmindən söhbət getdi. Mən nazirliyim. Həyatda hər şey ikilidir. Gecə, gündüz. Yaxın, uzaq, ağ, qara. Mən
Allah'dan arzu ediyorum ki o 9'ların, 21'lerin qara hissəsi qalsın arkada. Bundan sonra 21'inde evlatlarınızın toyu olsun, 9'unda evlatlarınızın toyu olsun. Onlar əsgərdən sağ-salamat gedib gəlsinlər, instituta daxil olsunlar. Həmin tarixlər 21'ine və 9'una düşsün. Və biz de hamımızın adından deyirik ki, onların xeyir işlərində inşallah, Allah bize ömür versə, inşallah iştirak edərik. Başınızı uza tutun. Sizə ağlamaq yox, sizə başı balı uza tutmaq yaraşır. Ona görə ki, siz heç kəsin məqamında olmayan bir məqamdasınız. Mən sizə açığı deyirəm. Heç kəsin məqamında olmayan bir məqamda. O bayaqları, bayaq dedimə, başa düşürük dərdinizi, kövrəlirsiniz, edirsiniz, amma siz ola bilsin ki, o müəyyən hələ təzədir buna, o hiss eləmirsiniz. Amma mən sizə açığı deyim. Deyirlər ha, şəhidlər Allahın yanındadır. Təkcə şəhidlər yox. Şəhidlərin valideynləri də Allahın yanındadır. Şəhidlərin həyat yoldaşları da Allahın yanındadır. Onların balaları da oradadır. Ona görə siz bu uzalığınızla fəxr edin. Mən xahiş edirəm, hamı bu şəhid, bax, böyüdən əlsiyə gətirin, qulluğunu tutan adamlar alqışlaya bir əməlli başlayır. Ürəyin. Sən bilirsən ki, biz səni çox sevirik. Sən həqiqətən bizim əzimizsən, ondan sonra bizim əsərləqədə yaxşı yoldaşsan, orada sonra hamısı sənin bağlıdır. Orada sonra hamısı sənin bağlıdır. Qonaqlar da var, minnətdarlıq edirəm. Deyirsiniz ki, mən xahiş edirəm, bu söz təkrarlanmasın. Gələn qonaqlar, biz bu dövləti qulluqda biz bura qasa-qasa gəlirik. Bu bizim borcumuzdur. O söz heç təkrar olunmasın. Sağ olun. Təşkilatının sədri burada iştirak edir. Rasim Nurullayev, buyurun mən. Əziz şəhid xanımları, mən sizə səbir dirəməklə bağlı bir fikir də çatdırmaq istəyirəm ki, o evladlar bugünə qədər sizin idisə, bugündən onlar Azərbaycan evladları, şəhid oldular. Onlar dillərdə, yaddaşlarda həmişə qalacaq. Heç vaxt unudulmayacaqlar. Mən fikirləşirəm ki, siz başınızı uca tutmalısınız. Ucadan da ucalır. Çünki bizim bu qəhrəmanlarımız, bizim bu oğlanlarımız, oğullarımız, qardaşlarımız bu başınızı uca tutmağı sizlər üçün yaşatdı. Bir ömür, bir tarix yazdı. Elə tarix yazdılar ki, fikirləşirdik ki, baş aşağı olur. Amma indi heç baş aşağı olur. Başımız ucadan ucadır. Başımızı ucadan uca edən bu igidlərimiz oldu. Bu şəhidlərimiz oldu. Orada qan tökülür. Torpağa qan tökülməzsə, o torpaq olmaz. Bizim igidlərimiz də onu etmirlər. Sarıbalı mən, biz cinayət yoldaşıyıq. Biz bir yerdə işləyirik, illərdir bir-birimizi tanıyırıq. Mən bu Ələb kəndinə hasan gəlsəm, yəqin ki, tədrislə bağlı gəlirəm. Nə vaxt gəlsəm, ittifaq üzvlərim görüşməyə gələndə, mən istəyirəm ki, mən Qəhrəmanlar kəndinə gedirəm. Çünki burada əhalinin sayı az olsa təkrarlı çıxmasın, burada 6 dənə bizim qəhrəmanımız var. Elə qəhrəmanımız var ki, anası dünyasını dəyişənə qədər o qəhrəmanın dəyişinin yolu gözlədi, amma gəlib çıxmadı. Amma bu kənd onu yaşadı. Bu kənd ona sipər oldu. Bu kənd unutmadı. O gün olsun, o şəhidimizin də nəşi gəlsin, öz torpağına burada dəfn olursun. Hörmət mənim demişəm, xeyirlənsə qardaşım. İcazənizlə mən sizi qarşıdan gələn Novruz bayramımızı, Ramazan bayramımızı təbrik edeyim. Sizə gələcək həyatınızda uğurlar arzu edirəm. O şəhidlərimizdən qalan yadigarları ümidvaram ki, siz onlardan da, şəhidlərimizdən də gizli öyrənəcəksiniz. Bunlar silaha qovuşub tarix yazılarsa, indi bizim bu şəhidimizin evlatları inşallah texnologiya ilə dünyada tarix yazarlar. Elə texnoloji silahlar, elə texnologiya üzrə elmi kəşflər edərlər ki, o yaddaşlarda qalır. Sağ olun. Azərbaycan bayrağını bir şəhid övladı əldən ələ götürürsə,
deməli, bu vətəni basmaq olmaz, heç bir yağı onun üstünə gələ bilməz. Bugün şəhidimizin 3 övladı Samiri, Elçini, Milayı burada iştirak edir və onların balaca ürəklərində böyük məhəbbət hissi ilə, ata məhəbbəti, ata həsrəti hissi ilə bura dəvət edirəm onları. Darıxıram atam üçün, vətən üçün canından keçər o qəhrəman adam üçün. Mən bir şəhid övladıyam, ölkə bilir onu, o bir xalq qəhrəmanıdır, Azərbaycan sevdirir. Ölməyib ki, şəhid olub, o mən görür bir, mənim atam qəhrəmandır, mən onunla fəxr edirəm. Atamı çağırır, kirli gözüm axtar atamı, əmirə bəzrət bilməyir. Sitələm bir dəfə, görüm atamı, yay gəlib qəlbimə ərimir. Qarı, solub bol-bol, tökülüb barır, nəyimə qədərdir bu dünyanın malı. Sitələm bir dəfə, görüm atamı, gedirik gəlməyə xəyallarında, yardır, danışıb gülürük yuvalarında, aldadıram özümü duyğularımla, istələm bir dəfə görüm onu mənə xatırladı, bu torpağın hər qaldı. Onun adı şəhid Sahib, mənim adım şəhid qızı. Əsla ölməzdir şəhidlər, deyərdi mənim atam. Bəs indi sən haradasan, ay mənim şəhid atam. Dur burada. Sənin atan bilirsən haradadır, sənin atan hamının ürəyində. Sənin atan göylərdə, sənin atan Azərbaycanın bayrağında, himnində. Bildiğin atan haradadır. Ağabey, Əsədov Urxan, Şahin və Laman xanıma. Laman. Qonağımız Laman. Olalı 21 sentyabr 1992 ildə Masar rayonu Hərkəndən anadan almışdı. Orta təhsil Masar rayonu Şəhid Zeynalov adına olan Həştəmə kəndi məktəbində orta məktəbini başa vurmuşdur. Azərbaycan Respublikasının daxili qoşuna ali qüvvəsi olan Babayev Sahib Sarbalıoğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələr tərəfindən 21 sentyabr 2023-cü il tarixində həyata keçirilən oğlu lokal antiterror zamanı Ağdərə və Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Babayev Sahib Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunması üçün yüksək peşəkarlıq, şücaət və məhdud göstərdi. Babayev Şahid doğma yurdu olan Masar rayonu Ərkəndə dəfn edildi. Babayev Şahiddən vətənə əmanət 3 övladı qaldı. Bugün ad günündür, adına qurban, bəs özün hardasan, evində yoxsan, üzlərdə gülüş yox, susub dodaqlar, sənin ad günündür, sən özün yoxsan, hər yan sənsizlik, hər yanı kədər, qara daş üstündə yazılıb adın, danışmaq çətindir xatirələrdən, hansına toxunsan, həyat qoxuyur, bizə səndən qalan rəsmlər, ürək sızladıcı nəğmə oxuyur, əziz dayım, mövludun mübarək. Vətən üçün döyüşür igidlər, vətən üçün döyüşürlər, hər bir qarışına aşıqdır görlər, ürəyi torpaq üçün döyülənlər. Hər uğurla ölən varsa o vətəndir, hər vətən sevər əsgər qürrətdir, şəhid olmaq tək şəhidə qismətdir, vətən mülakələr deyil, ürəkdir. Döyüşənlər həmişə mübarizə olur, ölümə gedir, son ışıqlı, haqsızlığa dözmə budur əsli, tək sən vətən uğrunda şəhid ol. Millət var silahı ilə öyünür, türk oğlu vətəni qəlbində görür, əsgərlər torpağı qanı ilə örtür. Artıq Qarabağdan 20 il ötür.
Ana oğlun gəlir səski olmasın, o gözəl gözlərin yaşla dolmasın, ailəm Allaha əmanət qalsın, atam tənkisi sözünün vətən sağ olsun. Azadlıq uğrunda ölən şəhidlər, ömrünü vətən üçün bölən şəhidlər, vətən göylərində bir şeylə saçıb yanar orada sürünlənən şəhidlər, meydana boylandı al qanınıza, güllələr səpildi dörd yanınıza, yarın necə birdi ocanıza, açıb çiçək kimi sönən şəhidlər, açıb çiçək kimi sönən şəhidlər. Elimizdən torpaq qaldı, çox uşaqlar yetim qaldı. Şəhidim var Azərbaycan, gecəlindir qaralar bağlar, yerlər ağlar, göylər ağlar, egidlər aldı bu dağlar. Şəhidim var Azərbaycan, yenə gəldi sentyabr, yüksəldi şəhər gəldi, gecə yarı xəbər gəldi. Şəhidim var Azərbaycan, anamın var dərin yarası, şəhid oldu cavan balası, qala bilməz yerdə qisası. Şəhidim var Azərbaycan, şəhidim var Azərbaycan, nəmin itirdi sevgili yarı, öpürər gün soyuq məzarı, süzülür yaş narin narin. Şəhidim var Azərbaycan, şəhidim var Azərbaycan, gecə gözlər yaşla dolu. Şəhidim var Azərbaycan, sənə canlar qurban oldu. Şəhidim var Azərbaycan, gecə gözlər yaşla doldu. Şəhidim var Azərbaycan, sənə canlar qurban oldu. Şəhidim var Azərbaycan, buza döndü qəlbim soydu, göz yaşımdan doydan toydan, ata oğlunu məzara qoydu. Şəhidim var Azərbaycan, şəhidim var Azərbaycan. Azala, aleyhine dağla, oğlum şehit oldu, başın dik sakla. Atacan üzülme, vətən düşüb sürmə, oğlun şehit oldu, məhdur bükülmə. Anacan azala, asinəni dağla, oğlun şəhid oldu, başın dik saxla. Atacan üzülmə, vətən düşüb zülmə, oğlun şəhid oldu, məhdur bükülmə. Gel oğlun gəlməz, dərddən üzün gülməz, yaşayar qəlblərdə, şəhidlər ölməz. Saçına dən düşsün, zaman son görüşsün. Saçına dən düşsün, zaman tez ötüşsün. Yarım çağır gəla, asinəni dağla, oğlun şəhid oldu, başın dik saxla. Atacan üzülmə, vətən düşüb zülmə, oğlun şəhid oldu, məhdur bükülmə. Nə haldayam yarım, tükənibdir halım, məni qoyub getdin, ya izalım. Çağırdır həsrət, anam Allah əlbət, nərmin mənsiz qaldı, saxla əmanət. Çoxalırdır həsrət, anam Allah əlbət, nərmin mənsiz qaldı, saxla əmanət, saxla əmanət. Anacan azarlığın şəhid oldu, başın dik saxla. Atacan üzülmə, vətən düşüb zülmə, oğlun şəhid oldu, məhdur bükülmə, məhdur bükülmə. Neçə ay, ürəkdən güyə bilmir şəhid anası, oğluna körpə vaxt oxumuşdu layla, indi qəbri üstə çəkir ahı vay. Bir ana kimi toy etmək istəyirdi oğluna, oğlundan sonuncu zəng gəldi telefonuna. Ana məni bağışla, əlvida anacan, qala bilmədim sənin yanında sonacan. Bu gənc yaşında saçlarına düşübdən, nə qədər də qocalmış qəmdən, kədərdən. Oğlu ilə nə qədər arzular, xəyallar, puç olmuş həmin arzular, xəyallar. Ey şəhid anası, sən məğrur yaşa, igidlər məhcəsinə getdilər savaşa. Oğlun ilə
ilə fəxr edir bu bütün cahan. Şəhidlər sayəsində yaşayır Azərbaycan, şəhidlər sayəsində yaşayır Azərbaycan. Kim ağlaman şəhid anası, dizdən üstünə əyib verilir, seni tək çağlaman şəhid anası. Baxırsan gəldi cığıra izə, quzu otardığı çəmənə düzə, yenə könlü hey üzə üzə, aləmi dağlama şəhid anası. Ruhu yıldırımda şimşəklərdədir, Qarabağdan keçən ürəklərdədir, həsrətli ümidli ürəklərdədir, çox matəm saxlama şəhid anası. Nə deyim, nə yazım, qələmim donur. İlhamın dünyası odlanır yanır. Sənin dözümündə yağılar sınır. Qara şal bağlama şəhid anası, qara şal bağlama şəhid anası. Azala ürəyini dağla, gələnmədi oğlum, məni bağışla. Şəhid oldu oğlum, görənmədim toyum, sil gözün yaşındakı vətən sağ olsun. Gözü yaşlı yarim, kalmayıptır halim, bu dünyadan köçtü sevgili yarim. Belə olsun bil ki, istemezdim mən də, üzülmezdin sen de, beni bağışla. Ne olar Nermin'im, sil gözün yaşımı, sen dik tut başını, vətən sağ olsun. Bitəcək həsrətdə, sevgilim əlbəttə, qovuşar cənnətdə, sevənlər bir gün. Məni səndən aldı, torpaq ayrı saldı, ayanam üzülmə, başın sağ olsun. Gələrəm rüyana, yetər ki sən istə, gəlməz arım üstə, ruhum şad olsun. Tabutum sarıldı, üç renkli bayrağa, bu doğma torpağa fədadır canım. Bu yalan düşdan gittim haqqa sarı, qoy vətənim barı, sağ olsun yarım. Anacan azala, ürəyini dağla, gələnmədi oğlum, beni bağışla. Şəhid oldu oğlum, görənmədim toyum, sil gözün yaşındakı vətən sağ olsun. Allah şəhidlərimizə rəhmət Qopan bu ağrıdadır, övladı bu dağı dünya qədridir. Atalar bilərlər bu ağrı nədir, dünyası dağılmış şəhid atası. Qorxudan quruyub göz yaşlarda, fəryadını ısıtırır yağışlarla, qəhərdə boğulur şəhid atası. Qatil gülləsinə qurban gedərkən, gözünü sabaha düşdü şəhidlər, üçrəngli bayrağı öz qanlarıyla, vətən göylərinə çəkdi şəhidlər. Zalım öyünməsin zülümlərilə, min bir böhtanıyla, min bir şərilə, həqiqət uğrunda ölümlərilə, ölümü kamına çəkdi şəhidlər. Ömrünü vətən üçün bölən şəhidlər, vətən göylərində bir şölə saçıb, yanıb ulduz kimi sönən şəhidlər, meydanda boyandı al qanınıza, güllər səpirdi dörd yanınıza, yağı necə qıydı o canınıza, açıb çiçək kimi sönən şəhidlər. Allah şəhidlərimizi rəhmət eləsin, məşanın cənnətini yükşalsın. Şəhidlər, qatil külləsinə qurban gedərkən, gözünü sabaha dikdi şəhidlər, üç rəngli bayrağı öz qanlarıyla, vətən göylərinə çəkdi şəhidlər. Zalım öyünməsin zülümlərilə, min bir böhtanıyla, min bir şərilə, həqiqət uğrunda ölümlərilə, ölümü kamına çəkdi şəhidlər.
Tarihi yaşadıq ürəyimizdə, bir yumruğa döndük o gecə bizdə, yıxıb çöləliyi ürəyimizdə, cəsarət mülkünü tikdi şəhidlər. Sağ ol. Sağ ol. Mən xalqım döyüş əmri verib baş komandanım. Yumruq kimi birləşib möhkəm dayanın. Bizə arxalanıb baş komandanım. Müsəllah əskərik bu gün hamımız. Haqq ədalət yoludur bizim yolumuz. Gücündən güc versin yaradanımız. Zəfərlə qayıtsın qalib ordumuz. Zəfərlə qayıtsın qalib ordumuz. Gəlsin yağı düşmən girsin meydana. Cavab versin Türkün oğluna. Qırım əllərinin salım yanına. O əllər ki dəyib körpə qanına. O əllər ki dəyib körpə qanına. Allah şəhidlərimizə. Elə bir yerdəsən, dönüşü çətin, üzür Samiri, elçini, milayə sənin həsrətin, qürur verici oldu şəhidlik yolu. Bəsdir, şu an şöyle. Devam edin, yaxşı şey, sözü yanında. Sağ ol kızım, sağ ol. Yarım qalan sevginin hamısızlayıb, Nərminin başına qara bağlayıb. Anam Aminət bir də gündüz ağlayıb, sənin üçün oldu həyatın sonu, fəf edir səninlə şey. Babayev Sahil Sarvaloğlu, birinlə tez keçsə heç bilinmədi, adın dillərdən heç silinmədi. Əzizlərin sənsiz sevinmədi, qürur verici oldu, şəhidlik yolu, fəf edir səninlə şəhid Babayev Sahil Sarvaloğlu. Şəhidin həyatı əsərlər kitaba bənzər, şəhidin şəkili, evləri, yolları bəzər, sahilin məzarı sanki besarəyə bənzər. Sənin üçün oldu həyatın sonu, fəf edir səninlə şəhid Babayev Sahil Sarvaloğlu. Fəf edir səninlə şəhid Babayev Sahil Sarvaloğlu. Sağ ol, sağ ol. Cənnət olsun oğul, gəldin nurla, nurla dolsun oğul, məkanı cənnət, cənnət olsun oğul, gəldin nurla, nurla dolsun oğul. Bugün şəhidim göçdü evimizdən, itdi gözümüzdən, amma getmir qəlbimizdən. Bugün yenə vətən ağlayır, sən uyu şəhidim, sən uyu məzarda, məkanı cənnət, cənnət olsun oğul, qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, qara bağlama, oğlun yarım ağlama, ürəyi dağlama, qəbri nurla doldur, qəbri nurla doldur, yarının gözləri. Vətənin bu gün darda, ananın fəryadı duyulur oğlum harda. Sən uyu şəhidim, sən uyu məzarda, məkanı cənnət, cənnət olsun oğul, qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, qara bağlama, oğlum şəhid oldu, yarım ağlama, ürəyi dağlama, qəbrin nurla doldu. Ana ağlama, qara bağlama, oğlum şəhid oldu, yarım ağlama, ürəyi dağlama, qəbrin nurla doldu, qəbrin nurla doldu. Öz dünyam vardı, mənim sevgilim vardı, mənim sevgilim vardı. Anam, mən şəhid oldum, yerim gözəldir, tək ağlama. Yarım Bizim təhsil sektoru adından bu tədbiri təşkil edənlərə, zəhmət çəkənlərə təşəkkür edirəm. Sağ olun. İnşallah bayramları da qeyd eləmək lazımdır. Digər heç bir məktəbdə ümumiyyətlə şəhidlərin nə anı günləri, doğum günləri, nə də ki, onların vəfat günü, anı günləri yaddan çıxmamalıdır. Bunlar hamısı bu şəkildə də qeyd olunmalıdır. O bayaq dediyimiz sağ olun. Çox yaxşı idi. Mən elə bildim, mən elə başa düşürəm ki,
bizim uşaqlarımızın vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu tədbirin çox böyük rol olacaq. Minnətdarlıq edirik. Gələn qonaqlar adından.